Yani sual tezinde. Mərdəkandakı oyunda üzdüyünüz oyunda sanki rəqib sizi hər komponentdə bağlamışdı da rahat istədiyinizi eləyə bilirsiniz. O oyunda da düşünürəm ki, şanslarımız olmuşdu və o oyunda dəyərləndirə bilməmişdik. Bundan əlavə həm o oyunda çox sayda rotasiyalar var idi heyətdə də. Yəni düşünürəm ki, Araz Naxçıvanın yaxşı hazırlaşmağı, yəni bunda rol oynayır. Komanda artıq finaldadır. Necə düşünürsən? Növbəti ardıcıl 2-ci mövsümdə də bir qızıl düzül gələ bilərmi? Əlbəttə ki, məqsədimiz budur. Yəni ilk başda da bunu demişdik. Məqsədimiz hər iki klub həm çempion olmaq, həm kuboku götürməkdir. Ona görə də final oyunda maksimum ciddiyyətlə hazırlaşacağıq ki, kuboku üzrə. Bizim üçün açığı o qədər də fərqi yoxdur rəqibin. Bizim əsas məqsədimiz öz oyunumuzu yaxşılaşdırmaqdır. Buna görə də rəqibin kimliyini o qədər də önəmi yoxdur. Sağ olun.